Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugün biz sizinlə çevrə üzrə bərabər sürətli hərəkət mövzusunu öyrənəcəyik. Gəlin başlayaq. Çevrə üzrə bərabər sürətli hərəkət. Düzxətli hərəkətlərlə yanaşı, əyri-xəttli trayektoriya boyunca baş verən hərəkətlərə də biz tez-tez rast gəlirik. Avtomobillərin döngədə hərəkəti, üfüqə nəzərən müəyyən bucağı altında atılan cisimlərin hərəkəti, süni peyklərin yer ətrafında, planetlərin günəş ətrafında və s. hərəkəti əyri-xəttli trayektoriya boyunca baş verir. Əyri-xəttli trayektoriya boyunca baş verən hərəkət əyri-xəttli hərəkət adlanır. Əyri-xəttli hərəkətin ən sadə növü isə çevrə üzrə hərəkətdir. Çevrə üzrə hərəkətdə zaman keçdikcə sürətin istiqaməti dəyişir. Çevrə üzrə hərəkət zamanı sürətin modulu da dəyişə bilir. Sadəcə biz orta məktəbdə yalnız sürəti modulca sabit qalan çevrə üzrə hərəkəti öyrənirik. Yəni çevrə üzrə hərəkətdə sürətin modulca qiyməti sabit qalır. Sürətin modulu sabit qalan çevrə üzrə hərəkət çevrə üzrə bərabər sürətli hərəkət adlanır. Çevrə üzrə bərabər sürətli hərəkət müəyyən zaman müddətindən sonra təkrarlanır. Çevrə üzrə bərabər sürətli hərəkət periodik hərəkətdir. Məsələn, ipin ucuna bağlanmış cismin çevrə üzrə hərəkətini izləyək. Bu cismin çevrənin hər hansı nöqtəsindən keçərək yenidən həmin nöqtəyə gəlməsi onun bir tam dövr etməsi adlanır. Çevrə üzrə hərəkəti xarakterizə edən bir sıra kəmiyyətlər var. Gəlin həmin kəmiyyətlərlə bir-bir tanış olaq. İlk öncə gəlin perioddan danışaq. Period nədir? Cismin çevrə üzrə bir tam dövr etməsi üçün sərf etdiyi zaman dövr etmə periodu adlanır. Böyük T hərfi ilə işarə olunur. Böyük T bərabərdir, kiçik T bölünsün, böyük N. Burada böyük T dövrlərin period, kiçik T zaman, böyük N isə dövrlərin sayıdır. Period vahidi olaraq 1 saniyə qəbul olunmuşdur və periodun zamanın asıllıq qrafiki zaman oxuna paralel düz xəttdir. Yəni bir sözlə period zamandan asılı olan kəmiyyət deyil. İndi müəllimlər gəlin saatın saat əqrəbinin, dəqiqə əqrəbinin, saniyə əqrəbinin, yerin günəş ətrafında və yerin öz oxu ətrafında fırlanma periodlarına baxaq. Saatın saat əqrəbinin dövr etmə periodu 12 saatdır. Dəqiqəyə çevirsək, yəni 1 saatımız 60 dəqiqə olduğu üçün 12-ni 60-a vursaq, 720 dəqiqəni almış olarıq. Dəqiqə əqrəbinin dövr etmə periodu 1 saatdır. 1 saatımız 60 dəqiqədir. Saniyə əqrəbinin dövr etmə periodu isə 1 dəqiqədir. 1 dəqiqəmiz isə 60 saniyəyə bərabərdir. Yerin öz oxu ətrafında fırlanma periodu 1 sutka, yəni 24 saata bərabərdir. Yerin günəş ətrafında fırlanma periodu isə 1 il, 365 və ya 366 gün qəbul olunmuşdur. Belə bir qeydimiz olacaq müəllimlər burada. Məsələn, bəzən testlərdə rastlaşırıq. Məsələn, deyilir ki, saat əqrəbinin uzunluğu. Saat əqrəbinin uzunluğu deyəndə onun cızdığı çevrənin radiusu nəzərdə tutulur. Yəni R hərfi. Məsələn, desək ki, əqrəbin uzunluğu, deməli biz o zaman onu neyəcəyik? R hərfi ilə işarə edəcəyik. Deməli, period haqqında danışdıq müəllimlər. İndi gəlin görək tezlik nədir? Deməli, cismin vahid zamandakı dövrlərinin sayına bərabər olan fiziki kəmiyyət dövr etmə tezliyi adlanır. Kiçik N hərfi ilə işarə olunur. N bərabərdir, böyük N bölünsün T. Burada dediyimiz kimi kiçik N tezlik, böyük N dövrlərin sayı, kiçik T isə zamandır. Deməli, dövr etmə tezliyi olaraq tezliyinin vahidi olaraq 1 bölünmüş saniyə, saniyə üzəri -1 və yaxud da ki 1 Hz qəbul olunmuşdur. Bir də müəllimlər unutmuruq, dövr etmə tezliyi və periodu arasında belə bir əlaqə var ki, onlar bir-biri ilə qarşılıqlı tərs kəmiyyətlərdir. Məsələn, tutaq ki, məsələdə desə ki, dövr etmə tezliyi 5 dəfə azalıb, period necə dəyişər? Deməli, dövr etmə tezliyi 5 dəfə azalıbsa, dövr etmə periodu 5 dəfə artmış olacaq. Yəni, qarşılıqlı tərs kəmiyyətlərdir. Baxın, qarşılıqlı tərs kəmiyyət olduğu asıllıq buradadır, bu qrafikimizdədir. T və N bir-biri ilə qarşılıqlı tərs mütənasib kəmiyyətlərdir. Hər ikisi üçün bax, bu qrafiklər doğrudur. Amma tezliyin zamanın asıllıq qrafiki zamanın asılı olan bir kəmiyyət deyil. Yəni, baxın, zaman oxuna paralel düz xəttdir qrafik. Aha, indi gəlin müəllimlər dönmə bucağına baxaq. Dönmə bucağı nədir bəs? Dönmə bucağı skaler kəmiyyətdir. B-də vahidi radiandır. Bax, bunu gəlin unutmayaq, yadımıza saxlayaq. Deməli, dönmə bucağı skaler kəmiyyətdir.
vahidi isə 1 radian qəbul olunmuşdur. Radiusun dönmə bucağı bu bucaq arasındakı qövsün uzunluğunun radiusa olan nisbətinə bərabərdir. Yəni fi bərabərdir L bölünsün R. Burada L qövsün uzunluğu, R isə radiusdur. Dediyimiz kimi dönmə bucağının vahidi 1 radiana bərabərdir. Məsələn, müəllimlər, bəzən məsələlərdə dərəcə verilir. Biz onu radianla ifadə etməliyik. Deməli, dərəcədən radiana keçmək üçün verilən dərəcəni vururuq pi bölünmüş 180-ə. Radiandan dərəcəyə keçmək üçün isə radianı 180 bölünmüş piyə vururuq. Məsələn, gəlin nümunəyə baxaq. Tutaq ki, 60 dərəcəni radianla ifadə etmək istəyirik. O zaman nə edəcəyik? 60 dərəcəni vururuq pi bölünmüş 180-ə. Deməli, o da olur pi bölünmüş 3 radian. Deməli, 60 dərəcəmiz pi bölünmüş 3 radian deməkdir. Radiana bərabərdir. Məsələn, tutaq ki, pi bölünmüş 6 radianı dərəcəyə keçirmək istəyirəm. O zaman pi bölünmüş 6 radianı indi vuracaq 180 bölünmüş piyə. Pilər ixtisar getsə, 180-ə də 6-ya bölsək olur 30 dərəcə. Aha, deməli, dönmə bucağı haqqında da danışdıq. İndi gəlin bucaq sürəti haqqında danışaq. Bucaq sürəti nədir bəs? Radiusun dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbətinə bərabər fiziki kəmiyyət bucaq sürəti adlanır. Omega hərfi ilə işarə olunur. Omega bərabərdir delta fi bölünmüş delta t-yə bərabərdir. Biz bayaq öyrəndik ki, delta fi dönmə bucağıdır, düzdürmü? Deməli, o zaman bucaq sürətinin vahidi olaraq dönmə bucağının vahidinin zamanın vahidinə olan nisbəti qəbul olunur. Yəni, 1 radian bölünmüş saniyə. Aha. Burada da bir qeydimiz olacaq, müəllimlər. Bucaq sürətinin zamanın asıllıq qrafikində grafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsi bizə dönmə bucağını verəcəkdir. Məsələn, bəzən testlərdə rastlaşacağıq. Bucaq sürətinin zamandan asıllıq qrafiki verilib, müəyyən qiymətlər verilir bucaq sürəti üçün, zaman üçün və burada bir qrafik fiqur yaranır. Həmin fiqur hansı fiqurdursa, məsələn, trapesiya ola bilər, kvadrat ola bilər, nə bilim, düz bucaq, üç bucaq ola bilər. Yəni, hansı fiqurdursa, biz dönmə bucağını hesablamaq üçün həmin fiqurun sahəsini tapmalıyıq. Aha, məsələn, buradan biz dönmə bucağı üçün fi bərabərdir omega t düsturunda yaza bilərik. Aha, indi müəllimlər, əgər cisim bir tam dövr eləyərsə, yəni zamanımız elə periyoda bərabər olarsa, o zaman fi də 2pi olmuş olar. Bucaq sürəti üçün onda biz düsturları almış olarıq. Bucaq sürətinin düsturu omega bərabər fi bölünsün t deyildimi? İndi əgər tam periyod olarsa, fi'nin yerinə 2pi yazarıq. Kiçik t'nin yerinə isə periyod yazsaq, omega üçün 2pi bölünmüş t, o da bərabər. Məsələn, burada tutaq ki, 1 bölünmüş t bayaq yazmışdıq. Bizə nəyi verir? Dövr etmə tezliyini verir. 2pi'in, o da bərabərdir. Məsələn, dövr etmə tezliyini yerinə yaza bilərikmi? M bölünsün t və yaxud da ki, belə bir düstur ala bilərik. 2pi'in bölünsün t. Bax, bunlar o bucaq sürətinin çox istifadə olunan düsturlarıdır. Yəni, ona görə mütləq bunları bilməliyik. Aha, bucaq sürəti də periyod və tezlik kimi zamandan asılı olan bir kəmiyyət deyil. Yəni, qrafiki zaman oxuna paralel düz xəttir. Amma bucaq sürəti periyoddan əsaslı. Bax, hansı düstura əsasən? Bax, bu düstura əsasən. Bucaq sürəti tezlikdən düz mütənasib asılıdır. 2pi'nin düsturuna əsasən. Eyni zamanda dönmə bucağı da zamandan düz mütənasib asılı olan kəmiyyətdir. Belə bir qeydimiz olacaq, müəllimlər. Qeydimiz nədən ibarətdir? Çevrə üzrə bərabər sürətli hərəkətdə dönmə bucağı, bucaq sürəti, periyod, tezlik, dövrlərin sayı sabit kəmiyyətlərdir. Yəni, zamandan asılı deyillər. İndi gəlin baxaq, bizim belə bir qeydimiz də var ki, müəllimlər, bucaq sürəti dönmə bucağının törəməsinə bərabərdir. Zamana görə törəməsinə bərabərdir. İndi gəlin nümunə əsasında məsələni həll etməyə çalışaq. Tutaq ki, bizə belə bir dönmə bucağının belə bir tənliyi verilib. 8t kvadratı üzərinə gəlinsin 2t. Deyir ki, t bərabər 2 saniyə olarsa, bucaq sürətini hesablayın. Bax, bu qaydamızı gəlin tətbiq edək. Dedik ki, dönmə bucağının zamana görə törəməsi bizə bucaq sürətini verəcək. Düz deyilmi? O zaman yazırıq. Tənliyimiz, yəni 8t kvadratı üzərinə gəlinsin 2t'nin deməli törəməsi. 8t kvadratın törəməsi bizə verəcək 16t, 2t'nin törəməsi isə bizə verir 2-ni. Deməli, bizə də t'nin qiymətini verib ki, t bərabər 2 saniyə üçün bucaq sürətini hesablayın. Deməli, o zaman t'nin yerinə 2-ni yazsaq, yəni 16 vurulsun 2 üzərinə gəlinsin 2. 16-nı 2-yə vurduq 32, 32-nin də üzərinə 2 gəldik, 34 olacaq nə? Radian bölünmüş saniyə. Bax, gördükmü?
çox rahatlıqla bizə dönmə bucağının tənliyi verilərsə, dönmə bucağının tənliyindən zamana görə törəmə aldıqda biz bucaq sürətinin ifadəsini almış oluruq. Aha, indi gəlin müəllimlər, biraz da xətti sürət haqqında danışaq. Cismin çevrə üzrə hərəkət sürətinə xətti sürət deyilir. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin xətti sürəti modulca sabit qalır, istiqaməti isə daim dəyişir. Xətti sürət istənilən nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir. Şəkil üzərindən göstərəcəm. Gəlin ilk öncə düsturumuzu yazaq. Biz ümumiyyətlə bilirik ki, müəllimlər, sürətin düsturu nəyə bərabərdir? V bərabərdir, L bölünsün T-dir, düzdürmü? İndi bir söhbət çevrə üzrə hərəkətdən getdiyi üçün biz bilirik ki, çevrənin uzunluğu 2 pi düsturu ilə hesablanır. Yəni, burada L-in yerinə biz 2 pi qoysaq və qəbul etsək ki, zamanımız bir period qədərdir, o zaman çevrə üzrə hərəkətdə xətti sürət üçün 2 pi bölünsün T düsturunu almış oluruq və yaxud da 1 böl T-nin yerinə n qoysaq 2 pi n düsturu, 2 pi n bölünsün T düsturunu almış oluruq. Baxın müəllimlər, 2 pi n bölünsün T bizə omeqanı vermirdimi? 2 pi n bölünsün T-nin yerinə omega yazsaq, omega vurulsun R düsturu. Məsələn, omeqanın yerinə fi bölünsün T yaza bilərik. Fi bölünsün T vurulsun R düsturlarını ala bilərik. Bax, bunların hamısı çevrə üzrə hərəkətdə xətti sürətin düsturlarıdır. Çevrə üzrə bərabər sürətli hərəkətdə dedik ki, xətti sürət hər zaman radiusa perpendikulyar olmaqla toxunan istiqamətdə yönəlir. İndi gəlin toxunan istiqamət olduğunu göstərək. Məsələn, bax, tutaq ki, tutaq ki, mən burada belə bir nöqtə götürmüşəm, bir A nöqtəsi götürmüşəm və cisim çevrə üzrə baxın saat əqrəbi istiqamətində hərəkət edir. Cisim çevrə üzrə saat əqrəbi istiqamətində hərəkət edirsə, o zaman A nöqtəsində xətti sürətin istiqaməti, bax, bu istiqamətdə, toxunan istiqamətdə olacaq, bax, V-nin istiqaməti. Məsələn, tutaq ki, mən burada bir nöqtə götürürəm, gəlin bu əlavə xəttləri silək buradan. Deməli, bax, tutaq ki, burada bir nöqtə götürmək istəmişəm. Bax, burada bir nöqtə. Yəni, bax, bu oxun istiqamətindən gəlirik. Bax, bu istiqamətdə sürətimizin istiqamətini göstəririk. Görürsünüzmü? Hər zamanda xətti sürət hər zaman nə olur? Sürətə, radiusa perpendikulyar olmuş olur. Aha, bax, məsələn, mən bu nöqtə üçün çevrənin radiusunu çəksəm və gördük, bax, burada perpendikulyarlıq almış oluruq. Aha, deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə sürət ədədi qiymətcə dəyişmir, amma istiqamət dəyişir. Baxın, A nöqtəsi üçün sürətin istiqaməti bu formada oldu. Məsələn, bura bir B nöqtəsi yazsaq, bax, B nöqtəsi üçün sürətin istiqaməti bu formada oldu. Görürük, istiqamət daim dəyişir, amma qiymət olaraq, modul olaraq qiyməti dəyişmir. Aha, məsələn, buradan biz əgər çevrənin uzunluğu üçün düsturda da yaza bilərik. Məsələn, L bərabər V vurulsun T-dir. V-nin yerinə omega R yaza bilərik. Sonra omeganın yerinə 2 pi n yaza bilərik. Omeganın yerinə 2 pi böl T yaza bilərik. Bax, bunlar hamısı da çevrənin uzunluğu üçün düsturlardır. Yəni, bu çevrənin uzunluğunu da bu düsturlarla hesablaya bilərik. Aha. Deməli, müəllimlər, daha doğrusu çevrənin uzunluğunu yox, çevrə üzrə hərəkətdə cismin getdiyi yolu. Cismin getdiyi yol. Burada L cismin getdiyi yoldur. Aha, indi gəlin baxaq görək. Baxın, cismin getdiyi yolun sürətin, bucaq sürətindən, tezlikdən və radiusdan asıllıq qrafiki zaman oxuna, deməli, koordinat başlanğıcından keçən düz xəttdir. Deməli, sürətin, cismin getdiyi yolun perioddan asıllıq qrafikinə baxsaq, bax, görürsünüzmü? Tərs mütənasib asılıdır. Amma çevrə üzrə bərabər sürətli hərəkətdə sürət zamandan asılı olan bir cəmiyyət deyil. Yəni, qrafiki zaman oxuna paralel düz xətt olmuş olur. Aha. İndi gəlin müəllimlər, biraz da mərkəzə qaçma təcilindən danışaq. Mərkəzə qaçma təcili nədir? Deməli, radius boyunca çevrənin mərkəzinə doğru yönələn təcil mərkəzə qaçma təcili adlanır. Mərkəzə qaçma təcili V kvadratı bölünsün R düsturu ilə hesablanır. Məsələn, burada biz V-nin yerinə omega R yazsaq, R-lər ixtisar getsə, omega kvadratı R düsturunu alarıq. Məsələn, omeganın yerinə 2 pi n düsturunu yazsaq, kvadrat olduğu üçün olur 4 pi kvadratı n kvadratı R. Məsələn, omeganın yerinə 2 pi böl T düsturunu yazsaq, 2 pi böl T-nin kvadratı olacaq 4 pi kvadratı bölünsün T kvadratı vurulsun n. Və yaxud da ki, omeganın yerinə biz yaza bilərik 2 pi
pi n bölünsün t kvadrata yüksəltsək olacaq 4 pi kvadratı n kvadratı r bölünsün t kvadratı. Bax, mərkəzi qaçma təcilinin düsturları, digər düsturlar da var ki, məsələn, A bərabər omega v. Bu omega və v düsturu hardan gəlir, müəllimlər? Bax, bu omegamız bizim nəyə bərabər idi? Omegamız bərabər idi, v bərabərdir, omega r düsturumuz var idi, düzdürmü? Bax, buradan v-nin yerinə omega r yazsaq, görürsünüz, bax, omega kvadratı r gəlir, bax, eyni düstur alınır. Yəni, bu düsturlar hamısı biri digərindən alınan düsturlardır. Məsələn, burada yenə omeganın yerinə 2 pi n yazsaq, olacaq 2 pi n vurulsun v, 2 pi böl t yaza bilərik. Omeganın yerinə o zaman düsturumuz olacaq 2 pi bölünsün t vurulsun v. Və yaxud da ki, A bərabər omega v düsturunda, indi bax, bu birincidə omeganı açdıq, ikincidə gəlin v-ni açaq, yəni omeganı saxlayaq. Omeganı saxlayıb v-ni açsaq, 2 pi r-in, omeganı saxlayıb yenə v-ni açsaq, 2 pi r bölünsün t düsturlarında yaza bilərik mərkəzə qaçma təcili üçün. Yenə qeydimiz olacaqdır. Qeydimiz nədən ibarətdir? Çevrə üzrə bərabər sürətli hərəkətdə təcil modulca sabit qalır, istiqamətcə isə dəyişir. Yəni, eyni ilə sürətdə olduğu kimi. Necə ki, sürət də modulca sabit qalır, istiqamətcə dəyişirdi. Eləcə də təcil üçün deməli, bu fikirdə söyləyə bilərik. Deməli, baxın, yazmışam, mərkəzə qaçma təcili istiqamətcə dəyişir, amma modulca hər zaman sabit qalır. Və hər zaman çevrə adından məlum olduğu kimi mərkəzə qaçma təcili hər zaman çevrənin mərkəzinə doğru yönəlir. Məsələn, burada bir B nöqtəsi götürsək, bax, burada mərkəzə qaçma təcilinin istiqamətini göstərdiyən kimi çevrənin mərkəzinə doğru yönəldirik. Məsələn, burada baxın, fikir verin, cismimiz saat əqrəbin əksinə hərəkət edir. Baxın, indi məsələn, burada eyni zamanda sürətin istiqamətini göstərdirsək, o zaman biz necə göstərmiş olaraq? Bax, bu istiqamətdə göstərmiş olaraq. Bax, bu da sürətin istiqaməti olar. Aha, mərkəzə qaçma təcilinin də zamandan asıllıq qrafiki zaman oxuna paralel düz xəttir. R-dən asıllığı A bərabər V kvadratı bölünsün R düsturuna əsasən A bərabər V kvadratı bölünsün R düsturuna əsasən V sabit olanda A R-lə tərs mütənasib asılıdır. Sonra digər düsturlara əsasən baxın omeganın, N-in, T-nin asıllıq hansı idi? Omega n-t. Bax, bu düsturlara əsasən isə A-nın R-dən asıllığı düz mütənasib olur. A-nın T-dən asıllığı hər zaman tərs mütənasib olur. A-nın N-dən asıllığı isə kvadratik asıllığı olur. Çünki A bərabərdir. Bilirsiniz hansı düstur? 4 pi kvadratı N kvadratı R. Gördükmü? N-dən tərs asıllıq olur. Amma məsələn, bu qrafikə əsasən A bərabər 4 pi kvadratı R bölünsün T kvadratı. Gördükmü? Bax, T-dən tərs mütənasib asıllıq yaranır. Deməli, müəllimlər, çevrə üzrə hərəkəti xarakterizə edən kəmiyyətlər haqqında məlumat verdik. İndi gəlin baxaq çevrə üzrə hərəkətdə kəmiyyət dəyişmələrinə. Aha, gəlin görək çevrə üzrə hərəkətdə periodun müəyyən hissələrində hansı yer dəyişmələr olacaq, hansı kəmiyyət dəyişmələri var. Məsələn, T bərabər 4/1 T-də, yəni 4/1 T nə deməkdir? Çevrəmiz 360 dərəcədir. 360 dərəcənin 4/1-i 90 dərəcədir. Yer dəyişməmiz R kökdə 2, sürət dəyişməmiz V kökdə 2, gedilən yolumuz isə pi R bölünsün 2-dir. Eyni zamanda T bərabər 2/1 T-də, yəni 180 dərəcədə yer dəyişməmiz 2R olacaq, sürət dəyişməmiz 2V olacaq, yolumuz isə pi R qədər olacaq. 4/3 T-də 270 dərəcəyə bərabərdir. Yer dəyişmə R kökdə 2, sürət dəyişməsi V kökdə 2, gedilən yolumuz isə 3 pi R bölünsün 2-yə bərabərdir. Periodun altda bir hissəsində yer dəyişməmiz R qədər olur, sürət dəyişməmiz V qədər, gedilən yolumuz isə pi R bölünsün 3-ə bərabərdir. Zamanın periodun tam periodda da, yəni T bərabərdir, böyük T, yəni 360 dərəcədə yer dəyişməmiz 0-dır, sürət dəyişməmiz də 0-dır, gedilən yolumuz isə 2 pi R qədər olacaq. Müəllimlər, indi bunu əzbərləməyə ehtiyac yoxdur. Mən yer dəyişməsi, sürət dəyişməsi və gedilən yol üçün sizə hazır düsturları verəcəm. O düsturlarla çox rahat hesablaya biləcəyik. Yəni, ümumi halda yer dəyişmə, sürət dəyişməsi və gedilən yol, bax, bu düsturların hesablanır. Yer dəyişmə üçün 2R sinus fi bölünsün 2, sürət dəyişməsi üçün 2V sinus fi bölünsün 2, bu demək olar ki, eyni şeydir. L isə bərabərdir, gedilən yol, yəni 2 pi R vurulsun N. N nədir burada? Dövrlərin sayı. İndi gəlin baxaq. Bax, tutaq ki, deyirik ki, fi bərabərdir, tutaq ki, 90 dərəcədir. Düzdürmü? İndi bizə tutaq ki, məsələdə fini 90 dərəcə verib. Mən bu yer dəyişməni, sürət dəyişməsini və gedilən yolu hesablamaq istəyirəm. 90 dərəcə neçə deməkdir, müəllimlər?
Yəni 90 düsturumuza baxaq burada. 90-ı bax f-nin yerinə 90 qoysaq, 90-ı 2-yə böləndə 45 eləyir, düzdürmü? Deməli o zaman sinus 45-də nəyə bərabər olacaq? Kökdə 2 bölünsün 2-dir, düzdür? Deməli o zaman yer dəyişməmiz olacaq 2r vurulsun. Sinus 45 dedik, kökdə 2 bölü 2-yə bərabərdir. 2-lər getdi, qaldı kökdə 2r. Sonra eyni ilə sürət dəyişməsini yaza bilərik. Delta v-miz nəyə bərabər olacaqdır? 2v-ni yazıram. F-nin yerinə 90 dərəcə qoysam, 90-ı 2-yə böldüm, 45, sinus 45-də yenə kökdə 2 bölünsün 2 qədərdir. 2-lər gedir, yəni qalır kökdə 2v. Aha, indi bir də gedilən yolumuz var. Gedilən yolumuz 2πr vurulsun, dövrlərin sayıdır, düzdür? 2πr-i yazıram, dövrlərin sayı. Yəni 90 dərəcə neçə deməkdir? Çevrənin 1/4 qədər deməli cisim dövr edib də yol gəlmiş olur. Deməli o zaman 2πr-i vururam dövrlərin sayı, yəni 1/4. 2 ilə 4-ü ixtisar eləsək qalır nə? Πr bölünsün 2. İndi gəlin görək eyni şeyləri aldıqmı? Bax 90 dərəcə neçə demək idi? 1/4 idi də periodun 1/4. Bax yer dəyişməsi üçün r kökdə 2 eyni şey almışıq. Sürət dəyişməsi üçün v kökdə 2, gedilən yol üçün isə πr bölünsün 2-ni almışıq. Yəni kimi hansı yol rahatdır? Bəzi müəllimlərimiz deyir ki, biz əzbərləmişik, əzbər bilirik. Elə periodun hissələri üçün düstura ehtiyac yoxdur. Lap yaxşı, belə əzbərləmişsinizsə belə yadınızda saxlayın. Əgər əzbərləmək sizin üçün çətindirsə, o zaman sadəcə bax bu 3 dənə düsturu bilməklə, bax bu 3 dənə düsturumuzu bilməklə biz çox rahatçılıqla yer dəyişmə, sürət dəyişməsi və gedilən yolu hesablaya bilərik. Aha. İndi müəllimlər, gəlin baxaq, mərkəzindən keçən ox ətrafında fırlanan disk. Deməli, bax, bəzən bizə tutaq ki, məsələlərdə, testlərdə, bax, rastımıza çıxır, iç-içə, bax, belə çevrələr verilir və çevrələrin üzərində müəyyən nöqtələr qeyd olunur. Bizə, məsələn, bu çevrələrin periodlarını, tezliklərini, bucaq sürətlərini, məsələn, dövrlərinin sayını, sürətlərini, təcillərini, getdiyi yolları müqayisə eləmək istənilir bizdən. Gəlin görək burada hansı qaydalar ödənilir. Müəllimlər, mərkəzindən keçən ox ətrafında fırlanan diskdə bizim 4 kəmiyyətimiz, hətta deyərdik ki, bizim 5 kəmiyyətimiz, yəni dönmə bucağımız da nə olur? Sabit qalmış olur. Yəni, period, tezlik, bucaq sürəti, dövrlərin sayı və dönmə bucağı mərkəzindən keçən ox ətrafında fırlanan diskdə sabitdir. Məsələn, tutaq ki, bizə 1, 2, 3 nöqtələri verilib. Deyir ki, period, tezlik, bucaq sürəti və dövrlərin sayını müqayisə edin. Qaydanı bilirəmsə, tez deyəcəm ki, hər 3 nöqtədə period da bir-birinə bərabərdir, tezlik də, bucaq sürət də dövrlərin sayıdır. Və bu qaydanı unutmuruq. Deməli, iç-içə çevrələrdə və yaxud da ki, mərkəzindən keçən ox ətrafında fırlanan diskdə period, tezlik, bucaq sürəti, dönmə bucağı və dövrlərin sayı sabit qalır. Yəni, belə bir şəkil rastımıza çıxırsa, belə bir iç-içə çevrələr və üzərində məsələn, müəyyən nöqtələr qeyd olunub, bizdən bax bu 4 kəmiyyəti soruşmaq tələb olunursa, deməli, biz bilməliyik ki, bax bu kəmiyyətlər bir-birinə, hər 3 nöqtədə bir-birinə bərabər olacaqdır. Və belə bir qeydimiz olacaq, müəllimlər. Qeydimiz nədən ibarətdir? Val nə deməkdir? Yəni, sürət, təcil və gedilən yol çevrənin mərkəzindən uzaqlaşdıqca artır. Yəni, biz dedik axı ki, omega sabitdir. O zaman V bərabər omega R düsturuna əsasən deyirik ki, bax, V ilə R necə asılıdır bir-birindən? Düz mütənasib asılıdır. Yəni, çevrənin radiusu nə qədər böyükdürsə, deməli, o zaman xətti sürətdə o qədər böyük olmuş olur. İndi gəlin nöqtələrə baxaq. Bax, baxırıq ki, bir nöqtəsi ilə 2 nöqtəsi eyni çevrənin üzərindədir. Yəni, bunların radiusları bərabərdir. Radiuslar bərabərdirsə, düz mütənasib asılılıq var. Axı, biz dedik ki, bax, val, yəni sürət, təcil və gedilən yol. Deməli, nə olacaq? Onlar bir-birinin radiusla düz mütənasib asılıdır. Deməli, o zaman radiuslar bərabərdirsə, V1 ilə V2-nin xətti sürəti bir-birinə bərabərdir. İndi gəlin 3 nöqtəsinə baxaq. Baxırıq ki, 3 nöqtəsinin bax, radiusu 1 və 2 nöqtələrin radiusundan böyükdür. Deməli, o zaman 3 nöqtəsinin xətti sürəti də 1 və 2 nöqtələrin xətti sürətindən böyük olacaq. Niyə? Çünki radiusu böyükdür. Bax, deməli, bunu da təyin elədik. İndi, məsələn, təcillərini nəyə əsasən təyin edirik? Mən bu qeydi burada hazır vermişəm. Burada da sizin üçün düsturları yazmışam ki, hansı düstura əsasən biz bunu deyirik. Məsələn, A-nın omega kvadratı R düsturuna əsasən baxsaq, bax, omega sabitdir də biz bilirik. A təcil də R-lə düz mütənasibdir. Deməli, təcillər də sürətlər kimi eyni asılılığa malik olacaqlar. 3 nöqtəsinin təcili
2 və 1 nöqtələrinin təcilindən böyük olacaq. 1 və 2 nöqtələrinin təcilləri isə bir-birinə bərabər olmuş olacaq. Bir də gedilən yollar var. Biz bilirik ki, gedilən yol L bərabər V vurulsun T-dir. Yenə V-nin yerinə omega R yazsaq, omega da deyirik sabitdir. Deməli, belə çıxır ki, gedilən yolda yenə radiusdan necə asılıdır? Düz mütənasib asılıdır. Eyni asıllığı gedilən yol üçün də yaza biləcəyik. Deməli, mərkəzindən keçən ox ətrafında fırlanan diskdə bax bu kəmiyyətlərimiz, bax buradakı kəmiyyətlər sabit qalır. Digər 3 kəmiyyətimiz, yəni sürət, təcil, gedilən yol isə deməli çevrənin radiusu ilə düz mütənasib asılıdır. Bax bunları unutmuruq. Sonra diametrindən keçən ox ətrafında fırlanan disk, müəllimlər bax bayaq burada dediyimiz qaydaların hamısı, iç-içə çevrələrdə dediyimiz qaydaların hamısı mərkəzin diametrindən keçən ox ətrafında fırlanan disk üçün də doğrudur. Yəni, hansı hissənin radiusu böyükdürsə, həmin hissənin təcili, sürəti, gedilən yolu radiusu kiçik olanın təcili, sürəti, gedilən yolundan böyük olacaq. Məsələn, burada 2 nöqtə qeyd eləmişəm. Baxırıq ki, 2 nöqtəsinin radiusu 1 nöqtəsinin radiusundan böyükdür. Deməli, o zaman V2 böyük V1 şərti ödənir. A2 böyük A1 şərti, L2 isə böyük L1 şərti ödənir. Bax, bunları unutmuruq. Yenə burada da val R ilə düz mütənasib asılıdır. Bax, qrafik olaraq çəkmişəm ki, yadınızda qalsın. Valı bu formada yadınıza saxlasaz, yəni bu 3 kəmiyyəti, sürət, təcil, yol, radiusundan düz asılıdır. Bu qədər sadə. İndi gəlin bir də qayışlı ötürmələrə baxaq müəllimlər. Bax, qayışlı ötürməni bilirik də, bir-birindən bax, sanki belə bir ip vasitəsilə bağlanan 2 dənə diskimiz var. Bəs qayışlı ötürmə hansı qanunları ödəyir? Qayışlı ötürmə icra edən disklərin kənar nöqtələrinin sürət və getdiyi yollar bir-birinə bərabərdir. Yəni, qayışlı ötürmə görən kimi tez deyirik ki, sürət və gedilən yol sabitdir. Yəni, məsələn, tutaq ki, burada hər hansı bir yerdə, tutaq ki, buralarda bir yerdə 1 nöqtəsi götürmüsünüz, burada tutaq ki, bir yerdə 2 nöqtəsi götürmüsünüz. Bax, bu 1 və 2 nöqtələrinin sürətləri bir-birinə bərabər olacaq, gedilən yolları bir-birinə bərabər olacaq. Bəs digər kəmiyyətlər necə asılı olacaq? Bir dənə müəllimlər, bir ipucu verim sizə. Bir dənə periodla radius düz mütənasib asılıdır. Bir dənə qarşılı ötürmədə periodla radius düz asılıdır. Qalan bütün kəmiyyətlər, hansı kəmiyyətlər, yəni sürət və uzunluqdan başqa da onlar sabitdirlər, gedilən yoldan başqa. Deməli, T də R ilə düz asılıdır. Qalan bütün kəmiyyətlər hamısı R ilə tərs mütənasib asılıdır. Bax, yazmışam. Təcildir, bucaq sürətidir, dövrlərin sayıdır, tezlikdir. Bunların hamısı radiusla tərs mütənasib asılıdır. Bax, bunları, bu qaydanı unutmuruq. Deməli, qayışlı ötürmədə sürət və gedilən yol sabitdir. Bir dənə period radiusla düz mütənasib asılıdır. Qalan digər kəmiyyətlər, təcil, bucaq sürəti, dövrlərin sayı və tezliyi isə radiusla tərs mütənasib asılıdır. Bunu da öyrənmiş olduq. Sonra bir-birinə toxunan disklərin fırlanma hərəkəti var və dişli çarx ötürməsi. Toxunan disklərin və dişli çarx hərəkəti icra edən cisimlərin hərəkəti də qayışlı ötürmə qanunlarına tabedir. Yəni, bax, bu qayışlı ötürmədə hansı qanunları öyrəndiksə, eyni ilə bu qanunlar da toxunan disklərdə və dişli çarxlarda da keçərlidir. Yəni, nə biliriksə, burada da keçərlidir. İndi, məsələn, gəlin belə bir nümunəyə baxaq. Məsələn, tutaq ki, testlərdə rastımıza çıxacaqdır. Baxın, artıq burada bax görürük müəllimlər. Burada həm iç-içə çevrələr var, iç-içə disklər var, həm də qarşılı ötürmə var. Deməli, buna qarışıq hərəkət deyək, gəlin. İndi gəlin görək, məsələn, tutaq ki, burada bizə nöqtələr verilib. Deyir ki, bu nöqtələrdə bax bu kəmiyyətləri, tezlikdir, dövrlərin sayı, bucaq sürəti, sürət, gedilən yol, təcil, bunların hamısını müqayisə edin. Müəllimlər, belə olanda ilk öncə biz nə edirik? Bax, ilk öncə 2 və 3 nöqtələri, yəni iç-içə diskləri gəlin müqayisə edək, iç-içə çevrələri. Biz bilirik ki, 2 və 3 nöqtələri üçün, onlar iç-içə çevrələr olduğu üçün, deməli, mərkəzindən keçən ox ətrafında fırlanan disk olduğu üçün, deməli, onlarda tezlikdir, dövrlərin sayıdır, perioddur, bucaq sürəti bir-birinə bərabərdir. Deməli, o zaman yaza bilərik də, N2 bərabər N3-ə, bax, yazırıq, N2 bərabər N3-ə. Sonra dövrlərin sayı, yəni bərabər 3 nöqtəsinin dövrlərinin sayı ilə 2 nöqtəsinin dövrlərinin sayı bərabər və bucaq sürətləri də bərabər. Sonra periodları da bərabər. Bax, bunların hamısını qeyd elədik, düzdür. İndi gəlin, bax, bu 2 və 3 nöqtəsi üçün
qeyd elədik ki, bunlar bir-birinə bərabərdir. İndi gəlin bax bu 2 nöqtəsi ilə 1 nöqtəsi. Artıq 2 nöqtəsi ilə 1 nöqtəsi bir-birinə qarşılı ötürmə qanunlarından tabedir. İndi 2 ilə 1-ə qarşılı ötürmə qanunlarını tətbiq edək. Biz demişdik ki, qarşılı ötürmədə bir dənə period radiusla düz asılıdır. Qalan kəmiyyətlər tərsdir. Yəni 2-nin radiusu 1-in radiusundan kiçik olduğu üçün 2-nin periodu 1-in periodundan da kiçik olacaq. Bax, qeyd elədik. Qalan digər kəmiyyətlər isə tərs asılıdır. Yəni 2 nöqtəsinin tezliyi 1 nöqtəsinin tezliyindən böyük olacaq. Bir dənə periodu təyin edin müəllimlər. Sonra digər kəmiyyətləri bunun tərsini yazın. N2 N1-dən böyük olacaq. Bucaq sürəti də 2 nöqtəsinin bucaq sürəti də 1 nöqtəsinin bucaq sürətindən böyük olmuş olacaq. Eyni zamanda 1 və 2 biz bilirik ki, 1 və 2 dedik bir-birinə qarşılı ötürmə ilə bağlı düzdürmü qanunlarına tabedir. Deməli o zaman sürətləri yazmaq istəsək 1 və 2-nin sürəti bir-birinə bərabər olacaq. Bax yazmışıq. Çünki qarşılı ötürmədə 2 dənə kəmiyyətimiz bərabər olur. 1 gedilən yollar, bir də sürətlər. İndi gəlin bax 2 ilə 3-ün, 1 ilə 2-ni müqayisə elədik. İndi gəlin 2 ilə 3-ün sürətini gedilən yolunu müqayisə eləyək. Bunlar isə mərkəzindən keçən ox ətrafında fırlanan disklərdir, düzdürmü? Yəni bunlarda val R-lə düz asılıdır. Sürətli, yoldur, təcildir, radiusla düz asılıdır. Hansının radiusu kiçikdirsə, onun sürəti getdiyi yol və təcili kiçik olacaq. Bax 3 nöqtəsinin radiusu 2 nöqtəsinin radiusundan kiçikdir. Deməli 3 nöqtəsinin sürəti 2 nöqtəsinin sürətindən kiçik olacaq. 3 nöqtəsinin getdiyi yol 2 nöqtəsinin getdiyi yoldan kiçik olmuş olacaq. Eyni zamanda İndi gəlin baxaq. Bax A2 A3-dən böyük olacaqdır. 2-nin 3-ün təcili. Çünki 2-nin radiusu 3-ün radiusundan böyükdür. Eyni zamanda 2-nin təcili də 1-in təcilindən böyük olmuş olacaq. Aha. Deməli, bax bu qarışıq hərəkəti də baxdıq. Bax, burada qeydimiz var ki, bu tip məsələlərdə 1 və 2 disklərinə, bax 1 və 2 disklərinə qarşılı ötürmə qanunları, 2 və 3 disklərinə isə eyni mərkəz ətrafında fırlanan disk qanunları tətbiq edilir. Unutmayaq bunları. İndi gəlin müəllimlər baxaq üfüqi səthdə sürüşmədən diyirlənən diskin hərəkətinə. Bax müəllimlər, tutaq ki, bu diskimiz bizim üfüqi səthdə sürüşmədən diyirlənir. Burada 2 cür hərəkət olacaqdır. Nöqtələrin hərəkəti 2 cür olacaqdır. Bir, burada nöqtələr həm irəliləmə hərəkət eləyəcək, həm fırlanma hərəkət eləyəcək. Bax, qırmızı rəngdə göstərilənləri fırlanma hərəkətidir. Yaşıl rəngdə göstərilən isə irəliləmə sürət vektorudur. Bax, tutaq ki, burada bizim bir dənə V vektorumuz var. Bu B vektoru biz deyirik axı ki, bu diskin üzərində olan nöqtələr 2 cür hərəkət eləyəcək. Fırlanma və irəliləmə. Bax, qırmızı hərflə göstərilən sürət vektoru fırlanmanı göstərir. Yəni B nöqtəsində bax sürət vektorumuzun fırlanması bax bu istiqamətdədir. Yəni bax belə V istiqamətində. Eyni zamanda bu istiqamətdə də irəliləmə hərəkət edir. Deməli o zaman biz B nöqtəsi üçün baxırıq ki, irəliləmə sürət vektoru ilə fırlanma sürət vektoru eyni istiqamətlidir. Deməli o zaman yaza bilərik də B nöqtəsi üçün V üzərinə gəlinsin V 2V. Çünki biz bilirik də hərəkətlər eyni istiqamətli olanda, deməli o zaman biz nəzərən sürəti tapanda nə edirdik? Toplayırdıq, düzdürmü? Deməli o zaman V üzərinə gəlinsin V-dən bu olacaq 2V. Aha, bax bunu tapdıq. İndi tutaq ki, gəlirik A nöqtəsinə. Baxın, A nöqtəsində, bax, deməli, bu yaşılla göstərdiyimiz irəliləmədir. A nöqtəsində irəliləmə sürət vektoru bu istiqamətdədir. Fırlanma sürət vektoru isə bax bu istiqamətdədir. Bir-birinin əksidir. Bir-birinin əksi olanda isə biz demişdik ki, nə edirik? Çıxırıq, düzdürmü? Sanki buna əvəzləyici sürət kimi baxırıq da elə bil ki. Eyni istiqamətli olanda toplayın, əks istiqamətli olanda çıxın. Qüvvələr kimi. Qüvvələrdə necə eyni istiqamətli olanda toplayırdıq, əks istiqamətli olanda çıxırdıq. Deməli o zaman A nöqtəsində isə bax sürətlər əks istiqamətlidir. Əks istiqamətli olduğu üçün, yəni V çıxılsın V-dən olacaq nə? 0-a bərabər. A nöqtəsinin sürəti oldu 0. İndi gəlin tutaq ki, C nöqtəsinə baxaq. Bax C nöqtəsində bax bu irəliləmə sürət vektorudur. Bu isə fırlanma sürət vektorudur. Görürük, bunlar bir-birinə perpendikulyardır. Deməli o zaman C nöqtəsindəki sürəti tapmaq üçün biz Pifaqor teoremi kimi baxacağıq. Yəni, Pifaqor teoremdə nə deyilirdi? Deməli, hipotenuzun kvadratı kadetlərin kvadratları cəminə bərabərdir. Yəni, yaza bilərikmi C nöqtəsi üçün VC bərabərdir kökün altında V kvadratı üzərinə gəlsin. V kvadratı o da olacaq V kökdə 2. İndi mən bunu sizə bir praktik üsulunu deyəcəm. Üfüqi səthdə sürüşmədən diyirlənən diskin üzərindəki nöqtələrin sürəti V bərabər omega R düsturu ilə hesablana bilər.
Bax, buradakı R nəyi göstərir? Həmin o verilən nöqtə ilə diskin yerlə toxunma nöqtəsi arasındakı məsafə olaraq qəbul olunur. İndi gəlin başa düşəcəyik nə demək istəyirəm. Bax, tutaq ki, deyirik ki, gəlin biraz buranı təmizləyək. Bax, tutaq ki, indi B nöqtəsini yazıram bura. Bax, bu B nöqtəsini mən deməli sürətini tapmaq istəyirəm. Bax, dedik ki, A nöqtəsi yerlə toxunma nöqtəsinin sürəti 0-dır. Deməli, bax, bunu qəbul elədik ki, VA bərabər 0. Deməli, o zaman VB-nin A-dan olan radiusu nə qədərdir? R, 2R qədərdir də. Deməli, o zaman B nöqtəsinin sürəti olacaq 2V. İndi gəlin C nöqtəsinə baxaq. C nöqtəsinin yerdən olan məsafəsi nə qədər olacaqdır? Baxın, bu istiqamət, düzdürmü? Deməli, yerdən olan məsafə nə qədərdir? A nöqtəsindən daha doğrusu olan məsafə nəyə bərabərdir? Bax, burada R-dir, burada R-dir, düzdürmü? Deməli, o zaman biz onu yaza bilərik də. Bax, bu məsafə bizə R kökdə 2-ni verəcək. Bax, C nöqtəsi üçün yazdıq, kökdə 2V. Deməli, O nöqtəsi də burada da mərkəzdir. O nöqtəsində yerdən olan məsafəsi nə qədərdir? A-dan olan məsafəsi R qədərdir. Deməli, O nöqtəsində sürətini V qəbul eləyə bilərik. Bax, bu bizim sayda üsulumuzdur. Aha, bir də burada nəyi demək istəyirdim müəllimlər sizə bir əlavə oxu kimi. Deməli, üfüqi səthdə sürüşmədən deyilənən diskin üzərindəki nöqtələr dedik həm irəliləmə hərəkət eləyir, həm də fırlanma hərəkət eləyir. Bax, bu səbəbdən bu nöqtələr həm diskin hərəkət istiqamətində irəliləmə, həm də diskin mərkəzi ətrafında fırlanma sürətinə malikdir. Disk sürüşmədən diyirləndiyi üçün diskin yerlə təmas nöqtəsinin, yəni A-nın yerə nəzərən sürəti baxılan anda 0 olmalıdır. Çünki bu nöqtə yerə nəzərən müəyyən sürətə malik olsa, bu zaman həmin nöqtə qısa zaman müddətdə müəyyən yer dəyişmə eləyəcəyindən artıq disk sürüşməyə başlayacaq. Yəni, A nöqtəsinin sürətinin 0 olması üçün irəliləmə və fırlanma sürətləri bərabər olmalıdır. Digər nöqtələrin sürəti həmin nöqtənin irəliləmə və fırlanma sürət vektorlarının vektorial cəminə bərabər olacaq. Aha. Deməli, bax, bu da olur nə? Bizim üfüqi səthdə sürüşmədən deyilənən diskimiz. Aha. İndi gəlin nümunələrə baxaq müəllimlər. Görək nümunələrdə bizə nə deyilir. Bax, belə bir nümunəmiz var. Deyir ki, saniyə əqrəbi 7200 dövr eləyəndə saat əqrəbi neçə dövr eləyəcək? Gəlin məsələnin həllinə baxaq. Saniyə əqrəbinin dövrlərinin sayını, yəni n saniyə bizə verib ki, 7200-dür. Aha. Bax, saniyə əqrəbi, saat əqrəbi deyən kimi mən tez onların periodlarını yazıram. Tez saniyə nəyə bərabər idi? 1 dəqiqəyə. Saniyə əqrəbinin dövr etmə periodu 1 dəqiqədir. Bəs saat əqrəbinin dövr etmə periodu nə qədərdir? Tez saat, o da bərabər olacaqdır 12 saat, düzdürmü? Aha, 12 saatımızda biz dəqiqəyə çeviririk. Çünki baxın, bu dəqiqə ilə bu saatdan olsa biz bunları vurma bölmə eləyə bilmərik də, eyni kəmiyyətə gətirməliyik. Deməli, ona görə saatı da dəqiqəyə çevirirəm. 12 saatı da 60-a vuranda bu da olurmu? 720 dəqiqə. Aha, bunları yazdım. İndi məndən nə istəyir? Mənə deyir saat əqrəbi. Yəni, n saat istəyir ki, hesablayaq. Deməli, o zaman müəllimlər, saat, deməli, dövrlərin sayı ilə periodlar arasında necə əlaqə var? Tərs mütənasib əlaqə var. Yaza bilərik də o zaman n saniyənin n saata olan nisbəti, n-dir bu. N saata olan nisbəti bərabərdir t saatın t saniyəyə olan nisbəti. Biz demək olar hamısını bilirik də. Bir dənə bizim üçün naməlum olan n saatdır. Gətirin yerinə qoyaq. N saniyəmiz nə qədərdir? 7200. N saatı bilmirəm. Bərabərdir. T saatımız 720 dəqiqədir. T saniyəmiz isə 1 dəqiqədir. Deməli, o zaman gəlin ixtisarlarımızı aparaq. O zaman n saat nəyə bərabər olacaqdır? Deməli, hər tərəfdən 720-ləri ixtisar eləsək, n saatımız bərabər olurmu 10-a? Deməli, saniyə əqrəbi 7200 dövr eləyəndə saat əqrəbi 10 dövr etmiş olacaq. İndi gəlin nümunə 2-yə baxaq. Deməli, nümunə 2-də nə deyilir? Deyilir ki, çevrə üzrə bərabər sürətli hərəkətlərdə mərkəzə qaçma təcilinin çevrənin radiusundan asılılıq diaqramı verilibdir. Hansı nöqtə bucaq sürətinin ən böyük qiymətinə uyğundur? Deməli, müəllimlər, burada gəlin diaqram üsulundan istifadə eləyək. Diaqram üsulu ən rahatıdır. Deməli, bizə verilibdir A,
Bizə verilib və bizdən istəyir bucaq sürətini, düzdürmü? Deməli, mən elə bir düstur seçməliyəm ki, bax, bu üç kəmiyyətdə orada istifadə olunsun. Deməli, bizim hansı düsturumuz vardı? A bərabər idi, omega kvadratı r. Buradan omeganı tapsaq, omegamız nəyə bərabər olacaqdır? Deməli, kökün altında A bölünsün R-ə. İndi mən baxıram ki, mənə deyir bucaq sürətinin ən böyük. Deməli, bucaq sürətinin ən böyük olması üçün, deməli, sürətdəki kəmiyyətlə düz mütənasib asıllıq, məxrəcdəki kəmiyyətlə isə tərs mütənasib asıllıq olmalıdır. Deməli, bucaq sürətinin böyük olması üçün təcil böyük, radiusu kiçik olmalıdır. İndi gəlin, bax, təcilin böyük qiyməti. Gəlin görək, təcilin böyük qiyməti hansı nöqtələrdə ödənilir? Bax, 1-2 nöqtəsində ödənilir, bir də 4 nöqtəsində. Bax, buradan bir xətt keçirirəm. Bir də bizə lazımdır radiusun kiçik qiyməti. Radiusun kiçik qiymətinə baxıram ki, 1 və 2 nöqtələri üçün doğrudur, ödənilir. Bax, buradan da bir xətt keçirirəm. İndi baxın, bizim kəsişmə nöqtəmiz, bax, bu xətlərin kəsişmə nöqtəsi hansı nöqtədə ödənilir? 2 nöqtəsində. Deməli, bizim doğru cavabımız olacaq 2. Bax, buna deyirlər diaqram üsulu. Gördünüzmü? Diaqramlar kəsişən nöqtə bizim axtardığımız cavab olacaq. Aha. Sonra gəlin indi müəllimlər belə bir məsələyə baxaq. Deyir ki, saatın 40 mm uzunluqlu saniyə əqrəbinin uc nöqtəsini 45 saniyə ərzində getdiyi yolu hesabla. Deməli, bizə nə verilib? Biz dedik ki, məsələn, saat əqrəbinin uzunluğu verilibsə, biz onu radiusdan R-lə işarə edirik. R bərabər 40 mm. Yəni, biz adətən məsələlər eləyəndə biz dedik ki, uzunluq vahidi olaraq biz metr qəbul eləmişik. Amma mən baxıram ki, cavablar santimetrən olduğu üçün, yəni bu millimetri metrə keçmirəm. 40 millimetrimizi 4 santimetrə keçirəm. Aha, bir də bizə verilib 45 saniyə, yəni zamanın 45 saniyəsi verilib. İndi mən, bax, bunu periodun hissəsi kimi ifadə eləmək istəyirəm. Deməli, 45 saniyə yol getməsi üçün, 45 saniyənin keçməsi üçün, deməli, bu periodun hansı hissəsidir? 45 saniyə periodun 4/3 hissəsidir. Aydındırmı müəllimlər? Yəni, bax, saniyə əqrəbi, deməli, 45 saniyə yol gələndə, deməli, periodun 4/3 hissəsini qət eləmiş olur. Deməli, bax, bunu da ifadə elədim. İndi deyəcəm, bu nəyə lazımdır bizə? Bizdən gedilən yolu istəyir. Gedilən yolumuzun düsturu dedik ki, 2πr vurulsun dövrlərin sayı. Bax, gördükmü? Buradakı dövrlərimizin sayı nə qədərdir bizim? 4/3-dür. Deməli, o zaman gətirin ifadə eləyək. 2 vurulsun, pi-mizin qiyməti 3. Deməli, radiusumuz 4. Daha doğrusu əqrəbimizin uzunluğu. Dövrlərimizin sayı da 4/3. Bu 4-lər ixtisar gedir. 3 dəfə 3, 9. 9 da 2-yə vurduq, 18 santimetr. Deməli, bizim saniyə əqrəbimiz 45 saniyə ərzində 18 santimetr yol getmiş olacaq. Sonra gəlin belə bir nümunəmizə baxaq. Deyir ki, radiusu 6 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə müddətinə çatarsa, onun xətti sürətini hesablayın. Gəlin görək bizə verilənlər nələrdir? Radiusumuz verilibdir. Bizim radiusumuz nə qədər oldu? Radiusumuz 6 metrdir. Gəlin yazaq. Bax, radiusumuz oldu 6 metr. Sonra zamanı verib ki, bizə t bərabər 2 saniyədir. Bir də dönmə bucağını verib bizə 60 dərəcədir. Bizdən xətti sürəti hesablamağımızı istəyir. İndi müəllimlər, baxın, xətti sürəti tapmaq üçün bizə period lazımdır, düzdürmü? Çünki xətti sürətimizin düsturu belədir də, 2πr bölünsün t. Məsələn, pi sabit kəmiyyətdir, r-i bilirəm, mənə period lazımdır. İndi gəlin, baxaq, dönmə bucağına əsasən, zamana əsasən periodu necə tapırıq? Baxın, müəllimlər, bu 60 dərəcə bucağı, bu cisim 2 saniyə gəlib, düzdürmü? Bax, 60 dərəcəni 2 saniyə gəlibsə, ümumi periodumuz nədir? Çevrənin hamısıdır da 360 dərəcədir. 360 dərəcəni də t müddətinə gələcək. Deməli, buradan mən t-ni tapa bilərəm. T-ni tapana nə edəcəm? 360-ı vururam 2-yə, bölürəm 60-a. Deməli, burada 360-dan 60 gedir 6, 6 dəfə də 2, 12. Deməli, periodumuz oldu 12 saniyə. Gəlin yerinə qoyaq, hesablayaq. 2 vurulsun 3, vurulsun radiusumuz 6, periodumuz da 12. Deməli, ixtisarlarımızı aparsaq, sürət üçün 3 metr böl saniyə qiymətini almış oluruq. Deməli, bax, müəyyən bir bucaq verilir. Həmin bucağın neçə saniyə müddətində qət olunduğu məsafə göstərilirsə, zaman göstərilirsə, biz bax, periodu, yəni 60 dərəcəni 2 saniyə gəlibsə, tam çevrəni, tam bucağı dönməsi üçün, yəni 360 dərəcəni nə qədər zaman keçər? Bax, o da tam perioddur da. Deməli, periodumuzu
məsələmizi həll edə bildik. İndi gəlin axırıncı belə bir nümunəmiz var. Buna da baxaq. Deyir, çevrə üzrə hərəkət edən maddi nöqtənin xətti sürətinin dövr etmə tezliyindən asıllıq qrafiki verilib. Çevrənin radiusu hansı ifadə ilə təyin olunur? Bəzən müəllimlərimiz bax bu tipli məsələlərdə çətinlik çəkirlər. Bu da riyazi bir, yəni hesablamadır da. Yəni biz bunu bilməliyik. Fizikada da istifadə eləyirik. Deməli müəllimlər, baxıram ki, məndən radius istəyir. Deməli, sürətdir və tezlikdir. İndi gəlin baxaq. Bax, biz bilirik ki, riyazi biliklərimizdən istifadə eləməliyik. Biz bilirik ki, tangens alfa nəyə bərabərdir? Tangens alfa bərabərdir qarşıdakı katetin, yəni bax, qarşıdakı katetimiz elə bil ki, bax, buranı sürüşdürürəm bura. Qarşıdakı katetimizin V qədər deyilmi? Qarşıdakı katetin bitişik kateti, yəni bucağa bitişik tərəf. Bu da N-dir. Aha, mən tangens alfanı bax, buradan bu qrafikdən təyin elədim, yazdım. İndi elə bir düstur seçməliyəm ki, orada həm radius iştirak eləsin, həm sürət olsun, həm tezliyi olsun. Gəlin indi, sürətin düsturu yoxdurmu? V bərabər 2 pi r n. İndi buradan mənə deyir, radiusu tap. Radiusumuz nəyə bərabər olur? R bərabərdir. V bölünsün 2 pi n. Bax, indi V bölünsün N bizə nəyi verir? Bax, buradakı V bölünsün N bizə tangens alfanı vermirmi? V bölünsün N-in yerinə yazsaq tangens alfa, məxrəcdə də bir 2 pi-miz var. Deməli, bizim radiusumuz tangens alfa bölünsün 2 pi ilə hesablanacaq. Kimi təyin olunacaq. Bax, bu da tangensdən olan bir nümunəmizdir. Mütləq müəllimlər, bu məsələlərin, nümunələrin həllinə dönüb baxaq ki, artıq çevrədə bu məsələlərdə problemimiz qalmasın. Deməli, müəllimlər, bizim çevrə ilə bağlı olan mövzumuzda mənim deyəcəklərim, izah edəcəklərim bu qədər. İnşallah gələn dərsimizdə görüşərik. Sağ olun.